Salam kanalıma hoş geldiniz. Bugünləri elə də necə deyim sizə pozitiv video falan değil. Yəni pozitiv video olsaydı falan mən sevinərdim, daha belə danışardım. Amma bu pozitiv video değil. Bilirsiniz ki, mənim kanalımı izləyənlər bilər ki, bugünləri, daha doğrusu bütün Azərbaycanlılar bilir ki, bugünləri 27 sentyabr ana günüdür. Necə deyim sizə? Dünənlərin oldu, yəni dünənlərin oldu, anamla TikTok'a baxırdıqda, yəni hər şey 27 sentyabr haqda danışılırdı, şəkillər 27 sentyabr müharibə, anam günü falan filan. Yəni mən doğrudan 5 il bundan qabaq, düz 5 il bundan qabaq bizim həyətimizdə 2020-də 27 sentyabrda bizim Ali Baş Komandamızı Ali Baş Komandirimizi vurmuşdular, öldürmüşdülər deyə. Burada təsəvvür edirsiniz, bizim həyət bütün mitingi idi. Yəni 27 sentyabr 2020-də həyət yəni mitingi idi də, nə qədər adam gedirdi, mitingi idi. Yəni mən videoda qoymuşam da kanalıma 2 də video anım günü haqda. Birinə 82 baxış gəlib, birinə isə hələ baxışlar gedib 235 baxış gəlib. Yəni bütün Azərbaycan, yəni indi anım gününü, yəni ki bütün Azərbaycanlılar, yəni doğrudan da elədir ki biz vətənimizi geri aldıq, əskərlər verdik. Yəni onlar əllərindən gələni elədilər. Allah onlara rəhmət eləsin, ruhları şad olsun. Biz onlara yəni həmişə borcluyuq, çünki onlar hər şey elədilər ki, Azərbaycan yəni yaşasın, heç vaxt müharibə olmasın. Onlar hər şey elədilər, biz onlara həmişə borcluyuq. Yəni belə.